Salam hörmətli izləyicilər. Bu gün sizə əməliyyat sonrası qarın divarında yaranan incisional hərni dediyimiz yırtıq barəsində danışacağam. Qarın divarında əməliyyat sonrası yaranan yırtıqlar qarın divarında əməliyyat kəsi yerində yaranan boşluqlardır. Bu boşluqlar öskürəndə, ağır yük qaldıranda, yerdən qalxanda şişkinlik olaraq insanın qarşısına çıxır. Həm kosmetik olaraq insanları narahat edir. Müəyyən vəziyyətlərdə əgər bu boşluğun içərisinə daxili orqanlar, xüsusilə bağırsaq, piy toxuması daxil olduğu zamansa xəstələri, pasientləri narahat edə bilər. Səbəblər arasında əməliyyat sonrasında əməliyyat yerinin, yara kəsiyinin yaxşı sağalmamağı, düzgün sağalmamağı, yara infeksiyaları, şəkərli diabet, siqaret, ağır yük qaldırmaq vaxtından əvvəl bunlar göstərilir. Müalicəsi mütləq şəkildə cərrahi əməliyyatlandır. Yəni bu öz-özünə düzəlmir. Əməliyyat zamanı yırtıq kisəsi əməliyyatla xaric olunur, qarın divarı tikilir və çox vaxt lazımi hallarda mesh dediyimiz tor qoyulur və qarın divarı möhkəmləndirilir. Əməliyyat sonrası xəstəxanada xəstə təqribən 1-2 gün qədər qalır. Xəstənin tam olaraq normal həyata qayıdışı isə 2-3 həftə qədər çəkə bilər. Bəs nəyə görə gecikdirilmək lazımdır? Bu yırtıqlar kiçik ölçülü də olsa, müəyyən vaxtdan sonra böyüyə bilər. Bu yırtıq kisəsinə bağırsaq və digər orqanlar daxil olduqda isə sıxıla bilər. Belə olan halda ağırlaşmalarla müşahidə oluna bilər. Ona görə də vaxtında mütləq şəkildə müdaxilə olunmağı məsləhət görülür. Sağlamlığınızın qeydinə qalın. Medica Hospital, doğru müalicənin doğru ünvanı.